Özümü çox saxtakar və yalançı hiss eləyirəm. Deyin niyə? Nə vaxtsa evlənsəm toyumda makiyajımı özüm eləmək istəyirəm dediyim üçün insanlar məni səhv başa düşdü. Daha doğrusu hərə öz istədiyi kimi başa düşdü. Mən o sözü dünyanın ən qənaətcil və ən yaxşı niyyətli insan olduğum üçün deməmişdim. Əksinə tanıyıb tanıya biləcəyiniz ən bədxərc insanlardanam. Təbii ki, bununla fəxr eləmirəm. Əksinə bu günlərdə çalışıram ki, bu xasiyyətimi düzəldim və daha qənaətcil olum. Həmin videoda isə demək istədiyim oydu ki, fərqi yoxdur, yaxşı və ya pis, həmin gün kontrolun öz əlimdə olması və makiyajımı özümün eləməyim məni daha yaxşı hiss elətdirər, nəinki hansısa salona getmək. Bu gün isə nə öz toyuma, nə də rəfiqəmin xınasına hazırlaşmırdım. Bu gün gedirdim papayas yeməyə, çoxdan da ürəyim istəyirdi. Demək olar ki, hər gün elədiyimdən fərqli bir makiyaj eləmədim. Sadəcə bu gün BB kremdən də istifadə elədim. Bu BB kremi əllə tətbiq eləyəndə effektini daha da çox bəyənirəm. Ondan başqa isə fərqli bir şey eləmədim. Elə demək olar ki, bütün videolarda eyni məhsullardan istifadə edirəm, eyni addımları təkrarlayıram. Mənə çox maraqlıdır. Bu sizdə də belədir, yoxsa hər dəfə eyni məhsullardan istifadə edirsiniz makiyaj edən zaman? Məsələn, mənim deyim ki, 2 dənə tonal kremim, 1 dənə rumiyanam, 2 dənə bronzerim və s. var. Amma istəyirəm ki, gələn ay bir neçə dənə Şiqlan məhsulları sifariş edeyim. Şeyində qiymətləri dəhşət münasibdir. Dodaq kombomu da etdikdən sonra saçlarıma keçirəm. İsananın bu məhsulunu saçlarım daha rahat daransın deyə istifadə edirəm. Özünü hər nə qədər bəyənsəm də qoxusu dəhşət pisdir. Son toxunuşları da etdim və artıq hazıram. Mən bu gün özümü çox bəyəndim. Bəs siz nə düşünürsünüz? Mütləq rəylərdə qeyd edin.